Hal-hazırda çəkdiyimiz notebookla sözün əsl mənasında kosmosa qalxmaq olar. Deyəcəm nəyə görə? Çünki bu Lenovo Legion 7 Pro seriyasıdır. Bu notebookda 24 nüvəli prosesor Intel Core Ultra yeni nəsil 275 HX 24 nüvə və 5,4 GHz tezliyi ilə. Bu notebookun ekranı sadə ekranlardan biri. Həm 2K-dır, həm də ki OLED matrislanandır. 32 GB operativ yaddaşı var, 2 TB-daki M2 sürətli SSD-si. Və təbii ki, bütün bunların da yanına nəzərə alsaq ki, video kartası RTX 5070 Ti 12 GB. Yəni təsəvvür eləmək olar ki, bu notebookla siz nə işlər görə bilərsiniz. Dizayn metal korpuslandır. Həqiqətən də mükəmməl bir ağırlığı var. Yəni yüngül deyil. Çünki korpusu metaldır. Dediyim kimi ekran 16 düym OLED matrisa. Dünyada ən bahalı matrisalardan biridir. 2K resolution və 24 nüvə 32 RAM 2 TB SSD və 12 GB-lıq video karta. Heyf ki, mənim belə notebookum yoxdur. Amma birazdan müştərimizin olacaq. Xeyrini görsün. Bu notebookda sadalamaq istəmirəm. İstənilən işləri görə bilərsiniz. İstənilən ağır oyunlar və yaxud da qrafik dizayn, render, nə istəyirsiniz. Sözün əsl mənasında kosmosdur. Qiymətə gəldikdə nəqd alışa 5399 manatdır. Daxili kreditləndəki səhv etmirəmsə aylıq 355 manat ödəməklə də belə bir V2 notebooku Icon'dan əldə edə bilərsiniz.